Kanala abunə olub, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Yanvarın 11-i 9-cu siniflərə OTK buraxılış imtahanında salınmış sual izahına baxaq. Surətdə müxtəsər vurma düsturunu tətbiq edəcəyik, vuruqlara ayıracağıq. Bir dəfə toplayırıq, bir dəfə çıxırıq. Yəni 2026 üstəgəl 2025, bir də 2026 çıx 2025. Baxın, həlli qaydası budur. Bu formada yazacağıq. Məxrəcdə 4051 yazacağıq. 4051. Sonra üstəgəl. Baxırıq surətdə yenə bir dəfə toplayırıq. Bir dəfə də çıxırıq. Vurulsun. Buradan yazaq. 2025 çıx 2024. Məxrəci də olduğu kimi köçürək aşağı. 4049. Bununla bu ixtisar gedir. Burada da bununla bu ixtisar gedir. Qaldı burada 2026-dan 2025 çıxanda 1, üstəgəl 2025-dən 2024 çıxanda 1. 1 üstəgəl 1, düzgün cavab 2 olacaq.